Azərbaycanın elm və təhsil ictimaiyyəti dərin hüznlə tanınmış alim, pedaqoq və ictimai xadim Gülbəniz Camalovanın vəfat xəbərini qarşılayıb. Mətbuat az xəbər verir ki, Azərbaycan Fransız Dili Müəllimləri Assosiasiyasının təsisçisi və prezidenti, fransız dili və ədəbiyyatı sahəsində böyük xidmətləri olan Gülbəniz Camalova 62 yaşında ürək tutmasından dünyasını dəyişib. Bu barədə rəsmi məlumat Azərbaycandakı Fransız İnstitutu tərəfindən paylaşılıb. Gülbəniz Camalova 1963-cü ildə Qazax rayonunda anadan olub. O, ömrünü təhsilə, dillərarası mədəni əlaqələrin inkişafına və gənc nəslin fransız dili üzrə keyfiyyətli təhsil almasına həsr edib. Öz sahəsində nüfuzlu bir mütəxəssis kimi tanınan alim, uzun illər ərzində Azərbaycan və Fransada keçirilən bir çox beynəlxalq elmi tədbirlərdə ölkəmizi uğurla təmsil edib. Onun rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Fransız Dili Müəllimləri Assosiasiyası fransız dilinin Azərbaycanda təbliği və tədrisi istiqamətində mühüm layihələr həyata keçirib. Gülbəniz xanım Camalovanın elmi pedaqoji fəaliyyəti sayəsində yüzlərlə müəllim və tələbə fransız dili və mədəniyyəti dərindən öyrənmək imkanı qazanıb. Onun vəfatı yalnız ailəsi və yaxınları üçün deyil, həm də təhsil və elmi ictimaiyyət üçün böyük itkidir. Allah rəhmət eləsin, məkanı cənnət olsun.